Riyaziyyatdan sınavlarda, imtahanlarda qarşımıza çıxan belə bir sualın izahına baxaq. Sualımızda deyilir ki, m plus n kökdə 10, m'in 2 olarsa, bu ifadəni hesablayın. İlk öncə verilən bu ifadəni ortaq məxrəcə gətirsək, alarıq ki, mn-də m kvadrat plus n kvadrat. Bunu isə məxrəci olduğu kimi saxlayıb, surəti biz baxın bu şəkildə yaza bilərik. M plus n'in kvadratı minus 2mn. O zaman şərtimizdə m'in 2-yə bərabər olar. M plus n də kökdə 10-a bərabərdir. M plus n-də kökdə 10 yazsaq, kökdə 10-un kvadratını alarıq. Yəni bizə 10 verər. Minus 2 vuraq m'in. M'in 2-yə bərabərdir. O zaman 2-ni 2-yə vursaq 4 alarıq. Bölünsün m'imiz də 2 idi. Bərabər olar 10 minus 4 6 bölünsün 2, yəni 3-ə.